Akıl Baktası kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Gecənin hekayəsi İmam Cavad əleyhissalamdan gələn məktub. Bir zamanlar kiçik bir kənddə yaşayan bir oğlan vardı. Bu oğlanın ürəyi sevgi ilə dolu idi və o hər kəsə yaxşılıq etməyi sevirdi. Amma onun bir sirri var idi. O, İmam Cavad əleyhissalamı və Əhl-i-Beyt əleyhissalamı çox sevirdi. Bu sirri ailəsinə deməkdən çəkinirdi. Çünki atası imamları sevmirdi. Oğlan hər axşam samanlıqda sakitcə dua edirdi. Samanlıq biraz qaranlıq idi və hətta orada milçəklər və başqa kiçik həşəratlar da vardı. Amma oğlan bundan narahat olmurdu. Çünki dua etməyi çox sevirdi. Bir gün o yenə namaz qılarkən atasının qəzəbli səsi eşidildi. Niyə belə edirsən? Atası onunla mübahisə etdi və onu incitdi. Oğlan çox üzülmüşdü. Amma yenə də atasına qarşı mehriban davrandı. Dostları ona gizlicə bir məktub gətirdilər. Bu məktub İmam Cavad əleyhissalamdan idi. İmam belə yazmışdı. Əziz balam, atana qarşı mehriban davran və səbirli ol. Bu məktubu oxuyan oğlan çox sevindi. Və atasına daha çox mehribanlıq göstərməyə başladı. Hər səhər atasına gülümsəyir, ona kömək edir, hətta onun əlindən tutub gəzdirirdi. Gün keçdikcə atasının qəlbi yumşaldı və o, oğlunun sevgisini başa düşməyə başladı. Artıq ailələrində mehribanlıq və sülh vardı. Hekayənin sonunda oğlan öz-özünə dedi. Mehribanlıq həmişə qazanır. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.